Kanalımıza Dövlət Sərhəd Xidmətinin hospitalı ilə bağlı maraqlı məlumat daxil olub. Müraciət edən şəxs bildirir ki, Hərbi Hospital rəisi polkovnik Şükür Eyvazovun rəhbərliyi altında sözgedən müəssisədə qanunsuzluqlara yol verilir. Vətəndaşın sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hospitala müraciət edən vətəndaşlardan rüşvət yığılır. DSX-nın hərbi hospitalının rəisi polkovnik Şükür Eyvazov və şöbə rəisi Yeganə Əliyeva hərbi hospitalın ərazisində saxta Rosi Bəbək adlı klinika açıblar. Yəni, xəstəxana içərisində xəstəxana fəaliyyət göstərir. Belə ki, hərbi hospitala gələn mülki vətəndaşlar pul ödənişləri üçün dövlət büdcəsinə bağlı olan kassaya deyil, hərbi hospitalın daxilində yaradılan saxta klinikanın saxta kassasına yönləndirilir və bu yolla vətəndaşlardan rüşvət yığılır. Yığılan pullar dövlət büdcəsinə yox, ciblərə gedir deyə vətəndaş iddia edir. Ətraflı sujetimizi izləyək. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Həkim qabını burada yazılır. Bəli. Nə qədər ödənir? Kart nədir bu? Kart ödəniş yoxdur. Yeganə xanım özü burada otururdu. Bu hospitalda qəbul olunur. Bu hospitalda sırf orada ayrılanları qəbul edir. Paylaşımları orada görürdük hospitalda ona görə. Orada doğum orada, aslında doğum orada gedir. Qəbul buradadır. Uzi'ni gözleyen kim var? Uzi. Doktoru oradan seçim eləmişsiniz. Sosial şəbəkədən. Yəni hansını? Instagram sosial şəbəkəsindən. Əlaqə nömrənizi ala bilərik. 050 Qəbz vermirsiniz? Yox, qəbis vermirik. Niyə? Ancaq belə ödənişli deyirik. Niyə? Çünki istəyirlər. Bura klinika kimi fəaliyyət göstərir. Fəaliyyət göstərir. Yəni lisenziyanı görə bilərəm. Lisenziyamız. Bilmirəm, bura sərhəd qoşunlarının tərkibindədir. Bura sərhəd qoşunlarının tərkibindədirsə, hospitalda niyə ödəniş qəbul olunmur burada olur? Bilmirəm, elədir. Ödənişi götürə bilərəm. Olur. Sağ ol. Hal-hazırda yaxınlaşıram poliklinika şöbəmizə. Baxın. Poliklinika şöbəmiz. Bura ümumilikdə yeganə doktorun yeridir. Buyurub yaxınlaşa bilərsiniz. Yolumuzu gözləyirik.